Orucu açıb səfərə çıxmağın hökmü nədir? Bir kəs Ramazan ayında qəsdən orucunu açıb sonra səfərə çıxarsa və hətta çıxdığı səfər zöhrdən əvvəl olsa belə, yenə də orucu batildir, orucun qəzası da, kəfarəsi də həmin şəxsin boynuna vacib gəlir. Və qeyd edək ki, Ramazan ayında səfərdə orucu açmaq o zaman icazəlidir ki, artıq həmin şəxs oruclu halda səfərə çıxıb və təyin olunmuş məsafəni keçdikdən sonra orucunu aça bilər. Qeyri halda orucun açması batil olur və qəza da, kəfarə də boynuna vacib gəlir. Səfər neçə kilometrdən sonra hesablanır və haradan başlanır? Bir şəxs Ramazan ayında səfərdə olduğu zaman, o zaman orucunu aça bilər ki, 22 kilometr məsafəni keçdikdən sonra artıq səfərdə sayılır və orucunu aça bilər. Məsafə isə yaşadığı şəhərin, yaşayış evlərinin bitdiyi yerdən, yəni şəhərin çıxacağından hesablanır.